islahatçı olarak Peyğəmbəri göndərdi. Qızların diri-diri torpağa qoyan bir cəmiyyət idi də. Qızların diri-diri torpağa qoyan bir cəmiyyət. Bir nəfər gəldi Peyğəmbərə dedi, ya Rasulallah, dedi, ya Rasulallah. İslam'a qəbul ediləndən sonra bətdəkilər bu sözü suala verilir. Ya Rasulallah, Allah mənə bağışlıyor. Dedi, niyə? Dedi, Allah mənə 4 dənə qız vermişdi. 4'ün də diri-diri öz əlindən qoyun torpağın altında. Ya Rasulallah, indi İslam'ı qəbul eləmişəm, bilmişəm ki, bu dərəbalardan qalan bir cahiliyyət idi də. Mən neyniyim? Çünki mən 4 dənə can almışam, mən Allahlıq eləmişəm bir sözlə. Dedi, anın həyatları dedi, yox. Anam dünyasını dəyişir. Dedi, bəs xaloma dedi, bəli. Dedi, ömrümün axırına qədər xaloma xidmətində o ki, o 4 dənə bəlkə nə olar? Kompensasiya olar. Quran buyurur ki, Nəhl 58-ci ayədə bir nəfərin ki, İslamdan qabaq cəmiyyətdə, bir nəfərin ki, qız uşağı dünyaya gəlirdi, gəlir deyirlər ki, filan kəsənin qız uşağın dünyaya gəlib, buyurur ki, və izə buşr əhaduhum bil unsə zalli vəchuhu musvatan və huvə qazim. Gəlir deyirlər ki, filan kəsənin qız uşağın dünyaya gəlib, deyir, onlardan biri əgər qız müjdaşı verilərdisə, üzdənli qaralardı və qəzəbini içinə çəkərdilər. Davamında buyurur ki, yətəvara minələ qovmi min su'in ma buşirə bihi, verilən bu xəbərin, o ki, deyirlər, sənin qız öbədin dünyaya gəlib, verilən bu pis xəbərin pisliyindən cəmaatdan gizlənərdir. Cəmaatlar ki, frankası deyər ki, sənin qız uşağın dünyaya gəlib. Əyumsiku alə huvun əm yədussuhu fit turab ələ sağma yəhkum. Deyir, onlar zillət içində, onlar deyirdi ki, Allah, mənim ki, qız uşağım dünyaya gəlib, ha, mən zillətlə yaşayım, bu qız uşağının məndə olmasına zillət kimi dözüm mən buna, yoxsa mən bunu aparım, dedi torpağa qoyum. Quran buyurur ki, ələ sağma yəhkum. Bunlar nə pis qəzavət hökm edirlər. İslam gəldi nədir? Peyğəmbərin islahatları ilə Allah mütəal deyir ki, Peyğəmbər qız o kəsdi ki, qamə iləyha. Xanım Zəhra girdi və Peyğəmbər bəşəriyyətin əşərində Muhammed sallallahu aleyhi və səlləm xanımın ayağına qalxırdı. Allah'ın inşallah Muhammed və Muhammed. Peyğəmbər xanımın ayağına, qızı xanım Zəhranın ayağına qalxırdı. Çatdırmaq istədi cəmiyyətə, qız uşağı bədbəxtlik nümunəsi, qız uşağı behişdə birə yerin var deməkdir. Belə bir cəmiyyətdə Allah Peyğəmbərləri göndərir ki, cəmiyyətə eləsinlər, islahat aparsınlar. Bizim əzizlər hər birimizin boynunda vacib